Hər kəsə salam. Bu gün ikinci dərsimizdə biz to be feilini öyrənəcəyik. Deməli, to be feilinin 3 zaman forması var. Keçmiş, indiki, gələcək. Bu gün indiki formasını öyrənəcəyik. Deməli, indiki forması 3 yerə ayrılır. Am, is, are. İndi bunlar necə işlənir? Gəlin onu izah eləyək. Bunların izahını vermək üçün əvvəlcə şəxs əvəzliklərinə baxırıq. Yəni, şəxs əvəzliklərlə necə işləyir, onu izah edəcəm. Aha, deməli, am forması I ilə işlənir. I mən deməkdir. I am. Are forması isə cəmlərlə işlənir. Biz burada you və, yəni bunlar da sən və siz əvəzliyi eyni olduğu üçün bunlar cəm olur. You, we, you, they. Are bunlarla işlənir. Yəni, you are, sən deməkdir. We, biz deməkdir. You, siz deməkdir. They, onlar deməkdir. You are, we are, you are, they are. Is forması isə o əvəzlikləri ilə işlənir. O əvəzlik də 3 yerə ayrılır. Qadın cinsində she, kişi cinsində he, cansız və heyvanlarda isə it. She is, he is, it is. İndi gəlin cümlələr üzərində izah edeyim. Məsələn, I am a teacher. Mən müəlliməm. Bir təsdiq cümləmizdir. You are a teacher. Sən müəllimsən. İndi bunun inkar forması. İnkar formasına sadəcə kiçik bir toxunuş edirik. Bu feil formalarından sonra not hissəciyi artırırıq sadəcə. I am not a teacher. Mən müəllim deyiləm. You are not a teacher. Sən müəllim deyilsən. Təkrar edirəm. Sadəcə bu feil formalarından sonra not hissəciyi artırılır. Sual forması necə düzəlir? Sual forması. Bu feil formaları mübtədadan əvvələ keçir. Burada da bir toxunuş var. Bu feil formaları mübtədadan əvvələ keçir. Am I a teacher? Mən müəlliməm. Are you a teacher? Sən müəllimsən. Təkrar edirəm. Təsdiq cümləmiz necə qurulur artıq bilirsiniz. Mübtədamız feilimiz. I am a teacher. Mən müəlliməm. You are a teacher. Sən müəllimsən. İnkar formasında bir toxunuş edirik. Sadəcə bu feil formalarından sonra not hissəciyi artırırıq. Sual formasında isə bu feil formaları mübtədadan önə keçir. İndi gəlin burada yazdığım cümlələri tərcümə edək. Məsələn, biz tələbəyik. Biz, we ilə are işlənir. We are students. Biz tələbəyik. Onlar xoşbəxtdirlər. They are happy. Onlar xoşbəxtdirlər. Bu 3 cümləni isə siz özünüz ingilis dilinə çevirərək praktika edin.